Bir maraqlı sualın izahına baxaq. Deyir, sinifdə 26 şagird var. Şagirdlər dürüst və yalançı olmaqla 2 qrup ayrılırlar. 13 parta var və hər parta arxasında 2 nəfər oturmalıdır. Yəni 26 nəfərin 26-sı da oturmalıdır. Boş qala bilməz. Şagirdlərin hamısı oturduqdan sonra bütün şagirdlər deyir, yanında oturan şagird yalancıdır. Sonra bəzi şagirdlər başqa yerlərdə oturur. Yeni yer dəyişmədən sonra bütün şagirdlər deyir ki, yanında oturan şagird dürüsttür. Sual belədir, bu hal mümkün ola bilərmi? Can hər hansı bir parta götürək. Partanı 2 yerə bölək. Burada birinci şagird otursun, burada ikinci. Birincisi dürüst, ikincisi dürüst ola bilər. Birincisi dürüst, ikincisi yalancı ola bilər. İkincisi yalancı, üçüncüsü yalancı ola bilər. İndi dürüst deyir ki, deməli yanında oturan yalancı olmalı. Dürüst deyirsə, dürüstün yanında dürüst oturursa, dürüst deməlidir ki, mən yanında oturan şagird dürüsttür. Yəni bu hal ödənmir, yəni yalancı deyil. Sonra dürüst deyir ki, mən yanında oturan yalancıdır, yəni bu ödəndi. Yalancı deyir ki, mən yanında oturan yalancıdır. Bu zaman həqiqət demək olar. Yəni o deməli idi ki, mənim yanımda oturan dürüsttür. Ona görə bu da ödənməz. Deməli bu hal ödənər. Və bu zamanda 13 dürüst, 13 yalancı şagird olduğu halı görə bilərik. İndi ikinci yer dəyişmə olur. Gəlin ikinci partanı çəkək. Burada birinci, ikinci şagird otursun. Yenidən dürüst, dürüst, yalancı, yalancı, yalancı otura bilər. İndi deyir ki, yanında oturan şagird dürüst olmalıdır. Dürüst deyirsə, yanında oturan dürüsttür, deməli doğrudur. Dürüst deyirsə, bu yanlışdır. Yalancı deyirsə, yanımda oturan dürüsttür, deməli yalan demiş olar. Yəni bu da düzdür. Deməli bu iki halın ikisi də doğrudur. İndi şagirdlər 26 nəfərdir. Ya dürüst ya da yalancı oturmalıdırlar və 13-13'dülər dedik. 13 dürüst, 13 yalancı var. İndi bunların 2-2 oturmalıdırlar. Dürüst. Belə 6 dənə hal olacaq. Aha, 6 dənə belə bir hal olacaq. Dürüst. Bir dənə şagird boşda qalacaq, bir dürüst. Yalancılar da eyni şəkildə bir yalancı boş qalacaq. Amma bunlar dedik ki, bir otura bilməz. Baxın, bir otura bilməz. Ona görə bunlar boşda qalır. Amma biz demişdik ki, boşda qalan ola bilməz. Ona görə deməli cavabımız odur ki, bu hal mümkün deyildir. Və bu da bu sualın izahı və isbatı.